Tanınmış müğənni Kərim Abbasov və aparıcı Zaur Kamal arasında illərdir davam edən dostluq canlı efirdə xüsusi jestlə qeyd olunub. Müğənni həmin Zaur verilişində iştirak edərkən aparıcı Zaur Kamala dəyərli bir hədiyyə, qızıl saat təqdim edib. Bu an proqramın izləyiciləri və sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Kərim Abbasov hədiyyəni təqdim edərkən bildirib ki, bu jest sadəcə bir təşəkkür deyil, 20 illik dostluqlarının simvolik əlamətidir. O, Zaur Kamala illərdir davam edən səmimi münasibətlərini yüksək qiymətləndirdiyini və bu dostluğu həmişə uca tutduğunu qeyd edib. Zaur mənim üçün təkcə aparıcı, həmkar deyil, qardaş kimidir. Biz 20 ildir bir-birimizi tanıyırıq. Bu saat da həmin dostluğun sadə, amma dəyərli bir rəmzidir. Veriliş zamanı Zaur Kamal da hədiyyəyə görə duyğulandığını gizlətməyib və dostu Kərimə təşəkkürünü bildirib. Sonradan aparıcı sosial şəbəkə hesabında həmin saatın şəklini paylaşaraq onun qiymətinin 3000 manat olduğunu açıqlayıb. Paylaşım qısa zamanda izləyicilər arasında geniş maraq doğurub və sosial şəbəkələrdə geniş şəkildə müzakirə olunub. Zaur paylaşımında bu sözləri də qeyd edib. Dostluq pulla ölçülməz, amma belə jestlər insanı çox duyğulandırır. Çox sağ ol, Kərim. Sosial media istifadəçiləri isə bu addımı həm səxavətli, həm də dostluğa verilən dəyər kimi qiymətləndirərək hər iki sənətçini alqışlayıblar. Bu hadisə bir daha sübut edib ki, şou-biznes dünyasında da səmimi və davamlı dostluqlar mövcuddur.